Salam, hörmətli qonaqlar, qardaşlar. Bu günləri bizim bura yığılmağımızın birinci səbəbi Qurban Bayramı münasibəti ilə yığılmışıq. Şəxsən mən öz adımdan bütün dünya müsəlmanların təbrik edirəm. Bayramımız mübarək olsun. Bizim bura yığılmağımıza səbəb cəmiyyətimizin rəhbəri, Odlar Yurdu Cəmiyyətinin rəhbəri Fəxrəddin Yariyev təşkil eləmişdir ki, bu günləri belə bir məkanda Qurban Bayramını qeyd edir. Sözü veririk cəmiyyətimizin sədri, Odlar Yurdu Cəmiyyətinin sədri Fəxrəddin Yariyevə. Bugün çox sağ olun mənə söz verdiyiniz üçün. Hörmətli məclis iştirakçıları, bugün həqiqətən çox böyük bir məclisin, böyük bir təntənəli sözün, yəni bugünkü gün müsəlman tarixində qurban sözü çox böyük bir sözdür. Özdə bu müqəddəs bir bayram adlanır. Bugünkü gün dünya Azərbaycanlıları hər bir yerdə bu müqəddəs bayramı qeyd edir və bu qurban bayramı demək olar ki, bütün evlərdə, bütün hər bir sahədə, hər yerdə keçirir. Qurban sözü deməkdə məqsəd nədir? Məsələn, müəyyən adamlar elə hiss edir ki, qurban kəsdim. Bu qurbanın adət-ənənələrindən biri qurbanın kəsilib ən çoxu sədəqə verilməsi, yəni imkansız adamlara daha düzgün olar ki, o imkansız adamlara onu paylayıb, onları təmin etmək, yəni bu əsl mənada daha İslamiyyətdə güclü bir mövqeyə, yəni səbəblərdən biridir. Eyni zamanda bu qurban haqqında da çox bugünkü məclisimizdə demək olar ki, bizim Azərbaycan cəmiyyətimizin aktivləri iştirak edir, gənclərimiz iştirak edir, universitet tələbələri iştirak edir və bu məclisdə demək olar ki, bizim gənclər adətimizi, bugünkü gün Azərbaycan mentalitetinin, Azərbaycan, yəni adət-ənənələrimizin qorunub saxlanılmasında məqsəd odur ki, gənclərimizə də bu örnək olsun və onlar da gələcəkdə belə bir tədbirləri yəni layiqincə həyata keçirməkdə fəaliyyətlərini davam etdirir. Mən bugünkü gün bu Qurban Bayramı, yenə deyirəm, hamımızı, bütün başda dünya Azərbaycanlıların, bütün müsəlmanların və bugünkü gün cəmiyyət iştirakçılarımızı və bugün İstanbul diyarında yaşayan Azərbaycanlarımızı, müsəlmanları təbrik edirik. Hamısına can sağlığı olaraq. Eyni zamanda demək olar ki, təsadüfi olaraq bugünkü gün Qurban Bayramımızla bizim Azərbaycan Respublikasının müstəqillik günü də demək olar ki, Qurban Bayramına təsadüf edib və Azərbaycanımızın bugün demək olar ki, müstəqillik gününün keçirilməsi də bütün dünya Azərbaycanlıları hər yerdə bunu qeyd edir. Biz də ölkəmizin hüdudlarından kənarda Azərbaycanlı olaraq və fəxr etməliyik ki, Azərbaycanlıyıq və bu Azərbaycan müstəqilliyinin də burada qeyd olunması biz tərəfdən həyata keçirilir. Demək olar ki, Azərbaycan Respublikasının müstəqilliyi ümumi liderimiz Heydər Əliyev cənabları tərəfindən Naxçıvanda ilk dəfə yarandı və sonra da demək Azərbaycanda İlham Əliyev cənabları tərəfindən 28 maya keçirildi. Bugün hər bir yerdə, yenə deyirəm, bütün dünya Azərbaycanlıları ölkəmizin müstəqilliyini qeyd edir və bu müstəqillik günü, Qurban günü ilə bərabər bütün təbriklər ikisi də eyni dərəcədə bütün xalqlara çatdırılır. Mən bugün nə demək istəyirəm? Məlumatınız olsun ki, Azərbaycan diasporu 2000-ci ildə təməli qoyulub və Azərbaycan Odlar Yurdu Cəmiyyətinin yaranışı 2000-ci il 28 fevralda mənim tərəfimdən yaranıb və bugünkü gün demək olar ki, min şükür olsun ki, bu fəaliyyət 26 ildir davam edir və dəfələrlə Azərbaycanımızda beynəlxalq müşahidəçi kimi iştirak etmişəm və prezident seçkilərində, milli məclis seçkilərində beynəlxalq müşahidəçi kimi də orada iştirak etmişik və bugün Azərbaycan cəmiyyətinin gördüyü fəaliyyətdə
yüksək səviyyədə dövlət tərəfindən Rusiya-Azərbaycan əlaqələri münasibətdə geniş fəaliyyətlə davam etdirilir və sağ olun ki, sizin kimi cəmiyyət üzvləri bizim bütün tədbirlərdə, yəni keçirilən hər bir tədbirimizdə iştirak edirsiniz və mənə dəstək olursunuz. Demək, mən bunu tək başına yox, sizin kimi cəmiyyətimizin nümayəndələri ilə birgə həyata keçiririk. Mən yenə də deyirəm ki, Stavropol diyarında Azərbaycan cəmiyyətinə olan etimad, hörmət dövlət tərəfindən yüksək dəyərləndirilir və bütün dövlət keçirilən tədbirlərdə rəsmi şəkildə biz dəvət olunuruq və həmin tədbirlərdə də iştirak edirik. Mən nə demək istəyirəm? Çalışmalıyıq, kəndlərimizə əsasən aiddir. Bugünkü gün heç vaxt, heç zaman hər bir gəncimiz elə bir siyasət göstərməlidir ki, heç bir provokasyonla, yəni qeyri-qanuni işlərə qoşulmamağı və müdrik siyasətçi olaraq bütün sülh məramlı, sülhün bərpa olunması, millətlər arasında, gənclər arasında, yəni sülh və dostluq əlaqələri yaradıb bizim Azərbaycanımızın, gənclərimizin adını daha qaldırmalısınız. Mən əminəm ki, bu belə də olacaq, var və olacaq. Gənclərimiz şükür Allaha aktivdir və hər zaman da əlaqələri yüksəkdir. Mən onu da qeyd edim ki, bugün Azərbaycan cəmiyyətimizin nümayəndələrindən 60 nəfəri könüllü şəkildə SVO-da xidmət edir. Deməli, bu bizim, yenə deyirəm, Rusiyada yaşamımız, bu dövlətimizin, Rusiya-Azərbaycan, yenə deyirəm, münasibətinin daha da tənzimlənməsi, münasibətlərin bir-birinə yaxın olması, bu onu göstərir ki, bizdə deməli millətçilik yoxdur. Biz Rusiya vətəndaşı olaraq öz Rusiya yaşadığımız ölkənin mənafeyini qorumaq üçün bizim Azərbaycan cəmiyyətindən də 60 nəfəri SVO xidmətində kontrakt bağlayıb gedib xidmət edir. Mən nə deyə bilirəm? Yəni, biz çalışmalıyıq ki, gələcəkdə də bu bizim tuttuğumuz bu missiya layiqində həyata keçirilsin və Rusiya-Azərbaycan bayraqları birgə dalğalansın. Biz də onu seyr edək, iki dövlət münasibətlərinin bir-birinə yaxşı olmasını qoruyub saxlayaq. Diqqətinizə görə təşəkkür edirəm. Allah bu bayramları mübarək etsin.